Salam, bu videoda birlikdə sehirli halqa toxuyacağıq. Qeyd edeyim ki, sizin üçün çətin görsənsə də sehirli halqanı toxumaq olduqca asandır və zövqlüdür. Baxın, sapı mən bu qayda ilə əlimə alıram. Baxın, sapı aldım, barmağımın üzərindən gətirdim. Burada sapı bir dəfə öz ətrafına dolayırıq. Gördüyünüz kimi çox sadədir. Bu bizim sehirli halqamız olacaq. Bir daha göstərim, sapı öz ətrafında dolayıram. Baxın, buradakı boşluğun içərisindən milçəni salıram. Arxa üzdə sapı bir dəfə milçəyə dolayıram və bu boşluğun içərisindən çıxardıram. Milçənin üzərinə bir ədəd ilmə oldu. Yenə də dolayıram və həmin ilmənin içərisindən çıxardıram. Bu oldu bizim sehirli halqamız. Başqa bir üsulla da göstərmək istəyirəm. Olduqca sadədir. Belə də göstərə bilərəm. Baxın, sapı öz ətrafında belə dolayıram. Buradan milçəni salıram. Baxın, bu tərəfdəki sapı buradan çıxardıram. Baxın, yenə də buradan sapı dolayıram. Bu boşluğun içərisindən çıxardıram. Bu da bizim olur sehirli halqamız.